Əziz abituriyentlər, 7-dən bu günlərim sual cümlələrində, interrogativ sentencelərdə have to, has to, had to-nun rolu barəsində danışacağam. Bildiyimiz kimi biz sual cümləsinin strukturunu qurarkən hansı strukturdan istifadə edirdik? Sual, əvəzliyi, qısa-qısa yazacağam, üstə gələk, köməkçi, feil, üstə gələk, mübtəda gəlməli idi, sonra isə xəbər olmalı idi. Bu sual cümləsinin strukturudur. Diqqət, əgər bizim cümləmizdə have to, has to, had to olarsa, bu modal feillərdir və bu modal feillər heç vaxt cümləsində əvvələ keçib, mübtədadan əvvələ keçib cümləsinə sual yarada bilmir. Yəni, have mübtədadan əvvələ keçib sual yarada bilmir. Has həmçinin, had də həmçinin. Bunu da necə seçmək lazımdır? Əgər have-in, has-in, had-in qarşısında to varsa, bu zaman bilirik ki, bu modal feildir və cümləsinə sual, inkar qura bilməz, cavab da qura bilməz. Bu zaman, əgər cümlədə have to varsa, sualı do ilə qurulmalıdır. Has to varsa, does ilə qurulmalıdır. Had to varsa, did ilə qurursunuz. Amma biz sual cümləsinin strukturunu qurarkən, taparkən, izləyərkən nəyə diqqət eləyəcəyik? Əgər siz does-ın has to-nun cümləsinə does-la sual vermişsinizsə, artıq does-dan sonra has to deyil, have to olmalıdır. Həmişə demişik yaxı ki, do, does, did üstə gələk təmiz feil. Biləcəyiniz sizin cümlənizdəki has to does-dan sonra have to olaraq göstərilməlidir. Əgər siz had to-nun cümləsinə did-dən sual verəcəksinizsə də, bu zaman did-dən sonra gələn had to-nuz da yenə have to ilə göstərilməlidir. Biləcəyiniz do, does, did üstə gələk have to-ya çevrilməlidir. Yəni, biləcəyiniz uşaqlar, belə deyim sizə, has to-nun da ilkin forması have to-dur, had to-nun da ilkin forması have to-dur. Do, does, did də sual cümləsində təmiz feil istədiyinə görə, do, does-dan, did-dən sonra təmiz feil izləndiyinə görə, sizin has to-nuzda, had to-nuzda have to-ya çevrilməlidir. Bura 2 dənə sual cümləsi yazmışam interrogativ sentencelərdə. Deməli, why did David have to prepare for? What did David have to prepare for? Baxın, adətən uşaqları belə cümlələr çaşdırır. Niyə? Deməli, did-dən sonra birinci strukturu izləyirik. Sual əvəzi, köməkçi feil, mübtəda, xəbər izlənilib. Hər iki cümlədə bu struktur izlənilir. Düzdür bura qədər. Və ikinci formatda biz dedik ki, did-dən sonra mütləq had to, have to-ya çevrilsin. Çevrilibdir. Burada da həmçinin. Didin qarşısında, baxın, didin qarşısında had to, have to-ya çevrilib. İkinci formulamız da düzdür. Həm birincini sual cümləsinin izlənməsi funksiyası, həm də ikinci strukturda da did-dən sonra had to-nun have-ə çevrilməsi. Bəs yaxşı, onda bu cümlələrin ikisi də düzdürsə, səhv nədədir? For-da. Baxın, bəzən uşaqlar bunu seçməkdə çətinlik çəkir. Diqqət, what, for, sual cümləsi doğrudur ay uşaqlar. Yadınızda qalsın ki, what-ın cümləsinin sonunda for gələrsə heç bir problem yoxdur. Amma why, for olarsa bu artıq yanlışdır. Why for deyilən sual cümləsi olmayacaq. Çünki for üçün deməkdir. Why də niyə? Niyə üçün deyə bilmərik, amma nə üçün deyə bilərik. Deməli, birinci cümləmdə why did David have to prepare for səhvdir, yanlışdır. Why cümləsinin sonluğu for ilə bitə bilməz. What did David have to prepare for? Bu cümlə isə doğrudur. What'ın cümləsinin sonu for ilə bitə bilər.
Hansı sual cümlələrindən sonra mütləq isim izlənilməlidir? Onu da burada qeyd edirəm. Deməli, əgər cümlənizdə what varsa, özündən sonra isim gətirə bilər sual cümləsində. Sonra, məsələn, which varsa, özündən sonra which-in isim gələ bilər. Sonra, how many birbaş cəm isim ilə işlənir cümlədə, sual cümləsindən yenə söhbət gedir. How much yenə sayılmayan isimlə müşahidə olunur. Sayılmayan isimlə gəlir cümlədə. Deməli, bir də nə qaldı? What, which, how many, how much. Bura yazıram what kind of-u. What kind of. What kind-ın of-u həmişə yanında olmalıdır və bundan sonra da isim müşahidə olunur sual cümləsində və bir də whose-u. What, which, whose özündən sonra isim tələb edən sual əvəzliklərindəndir. What-dan sonra isim gəlir, which-dən sonra isim gəlir, whose-dan sonra isim gəlir, what kind of, how many, how much-dan sonra cümlədə, sual cümləsində isimlər müşahidə olunmalıdır. Bəs yaxşı, hansı sual cümləsindən sonra feil gələ bilər? Feil gələ bilər. Deməli, uşaqlar, who və what-ın cümləsində özündən sonra birbaş bu sual cümlələrində, bu sual əvəzliklərindən sonra birbaş feil izlənilə bilər. Diqqət, bu feil indiki zamanda həmişə təkdə olur. Yəni, feil sonluğunda, who-dan sonra gələn feillərdə, feil sonluğunda es müşahidə olmalıdır. Who-dan sonra have yox da has gəlməlidir. Keçmiş zaman feilləri gəlməlidir. Keçmiş zaman feilləri gəlməlidir. Biləcəyiniz, əgər who-dan və what-dan sonra feil gələcəksə, bu cəm feil olmayacaq. Cəm yazıram, üstündən xətt çəkirəm. Bu cəm feil olmayacaqdır. Ya feil sonluğunda s müşahidə olmalıdır, yəni s-li feil olmalıdır, təkdədir. Çünki ya keçmiş zaman feillər olmalıdır, ümumiyyətcə what və who-dan sonra have deyil də həmişə has gəlməlidir.